Belə başa düşürəm ki, forumda təkcə Azərbaycan dilində çıxış eləyəcək adam mən olacam. Qalan hamı ingiliscə danışacaq. Bugün aparıcılarımız da bizim Hədəf Liseyinin müəllimi Çinarə xanım və balabilgəsi İnci xanım idi. Bilmirəm, xoşunuza gəldi, gəlmədi. Biz Hədəfdə çalışırıq himnimizi musiqisiz oxuyaq. Çünki musiqinin altında bəzən gizlədirik, amma himn də həmişə ucaq səs ilə, cür səs ilə oxumağı tələb eləyir. O baxımdan özümüzü alışdırırıq. Burada da biz sınadıq. Məncə yaxşı alındı. Təşəkkür edirəm hər birinizə. İlk olaraq mən təşəkkürümü Azərbaycan Dövlət Universiteti, Dillər Universitetinin rəhbərliyinə, hörmətli Kamal müəllimə, Jalə xanıma təşəkkür edirəm. Və məhz ingilis dilində beynəlxalq təhsil proqramları əsasında keçiriləcək bu forum elə məhz bu universitetdə keçirilməli idi. Azərbaycanımızın ən qədim, ən köklü, ən dil baxımından birinci olan, lider olan universitetimizdir. Bir daha minnətdarlığımızı bildiririk. Təqribən 2 aylıq keçən prosesin nəticəsini bugün görmüş olacağıq. Beynəlxalq bir foruma çevrildi. İlk kiçik bir arzumuz. Çünki Hədəf Lisey Stars kampusu açılırdı və IB proqram əsasında bir yol almağa çalışdıq. Həm IB-ni özümüz öyrənək, həm də digərlərini öyrədək sevdası ilə yola çıxdıq. Sonra isə genişləndi və bugün ardıca 350-400 nəfərlik bir foruma çevrilmiş oldu. Ümid edirəm, həm dəvət elədiyimiz, bizə vaxt ayırıb gələn, qardaş Türkiyədən olan qonaqlarımız, həm İtaliyadan olan qonağımız, həm yerli mütəxəssislərimiz ilə çox maraqlı bir tədbirin şahidi olmuş olacaq hər birimiz. Təhsil elə bir mövzudur ki, öyrənməklə bitməz. Hətta tez-tez səslənən ömür boyu təhsil, ömür boyu eğitim deyə səsləndiririk. Və bu da onu ifadə edir ki, yaşından, cinsindən, məkanından, ölkəsindən asılı olmayaraq hər zaman o yenilik davam eləməlidir. Azərbaycan artıq 30 ildən çoxdur müstəqil dövlətdir və öz gücünü bütün sahələrdə göstərmiş olur, öz iqtisadiyyatını, siyasətini, mədəniyyətini təbliğ eləyə bilir və buna haqqı çatır. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə zəfəri qazanan bir ölkə, biz Qarabağa təhsillə, kitabla gəlirik şüarımız oldu bir zamanlar. Və bu baxımdan gələcəyimizi, gəncliyimizi elmli, təhsilli, bilikli yetişdirmək məcburiyyətindəyik. Bunun üçün dünyanın istənilən yerində yaxşı təhsillə bağlı yanaşmalar varsa, biz onları tapmalı, bulmalı, gətirməli və övladlarımıza verməliyik. O, necə deyərlər, arının güllər üzərində gəzdiyi kimi. Təhsil dediyim kimi nə qədər geniş sahədir və bugün bizim Future of Learning-in tərcüməsini axtarırıq ki, Azərbaycan dilində qarşılığı nə olacaq? Təhsilin gələcəyi ümumi anlayışda deyə bilirik. Amma Jalə xanım maraqlı bir təklif elədi ki, bəlkə biz elə bunu öyrənmənin gələcəyi olaraq tərcümə eləyək, öyrənimin gələcəyi olaraq tərcümə eləyək, çevirək ki, öyrənmənin gələcəyi bitməz. Hocamız da yanında dedi ki, öyrənmənin gələcəyi bitməz. Çünki son qızılı alma kimi get, hər dəfə insan dəyişir, insanın yaşam tərzi dəyişir, insanın həyat tərzi dəyişir. Dəyişdiyi üçün təhsil də aparıcı qüvvə olduğu üçün təhsilə yanaşmalar da dəyişir və biz də onun yanında, önündə, arxa, orta sıralarında gedirik ki, onu davam eləyək, gətirə bilək. Hədəf qrup olaraq məqsədimiz milli, düşüncəli, bəşəri dəyərlərə sahib olan insanları yetişdirməkdir və bunun üçün həm biz yerli təhsilimizi, milli xarakterə sahib olan regional təhsilimizi qurmalıyıq, həm də sözsüz ki, beynəlxalq təhsildən əlavələr etmək məcburiyyətindəyik. Bugün beynəlxalqda Cambridge, IB, Pearson və müxtəlif təhsil yanaşmaları var ki, bəzən ya biz xəbərimiz olmur və bəzən tam onun mahiyyətindən, fəlsəfəsindən məlumatsız olmuş oluruq, anlamından kənar düşmüş oluruq. Məhz bu təlimin, bu forumun da məqsədi bilgilərin bölüşülməsidir, paylaşılmasıdır. Çox önəmli mütəxəssislərimiz var, tanıyırsınız, görürsünüz. Həm Azərbaycan yerli məktəblərimizin rəhbərləri, həm Dillər Universitetinin nümayəndəsi, həm Doğu Akdeniz Universiteti Kıbrısda yerləşən böyük bir universitetin mütəxəssisləri, həm də qardaş Türkiyədən Bilingo və IB, Cambridge üzrə mütəxəssislər, həmçinin də bizim Dövlət İmtahan Mərkəzinin mütəxəssisi məhz bu sahədə hər kəs öz biliyini bölüşəcək. Sizlərə uğurlar arzulayıram. Sevgi dolu, xoş, yaxşı kommunikasiyanın qurulması baxımından bir fürsət dolu bir gün arzulayıram. Tədbirimizin gedişatına da uğurlar arzulayıram. Çox sağ olun, xoş gəlmişsiniz. Sağ olun.